Bugün Şuşada qeyd etdim ki, 1411 nəfər keçmiş mühacir köçmüş uşaqlar məskunlaşıb. Bu şəhərə köçürüləcək. Dedik ki, binalar tikilməkdə gələnlər olacaq böyle bir köç. Amma bu il biz Şuşa rayonunun iki kəndinə bərpa təmin işləri var. İki kəndinə, Böyük Bağdadisi və Kiçik Bağdadisi'ne bir xeyli ailədən insanın köçürülməsi hazırlıq. Bu yaxınlarda hazırlıq işləri Böyük Bağdadisi və Kiçik Bağdadisi kəndlərində. Daha sonra Şuşanın Tursu qəsəbəsi var, bilirsiniz. Artıq onun tam yeni layihəsi Şuşa kənd sıfırdan tikiləcəkdir və o işlərə də bu il başlanacaqdır və ümidimiz odur ki, gələn il o qəsəbəyə və köçün olacaq. Şuşada eyni zamanda bildiyiniz kimi Şuşanın bir yaxınlığında Daşaltı kəndi var. O kənd tam olaraq yeni turizm infrastrukturunun bir turizm kəndi, cəlb edici bir kənd artıq fəaliyyəti olacaqdır. Bunun inşasına bu yay başlayacaqdır. Bu özəl investisiyalara, özəl sahibkar tərəfindən aparılacaqdır. Çox möhtəşəm bir kənd olacaqdır və orada artıq biz bir turizm məkanları da yaratmışıq. Tanınmış, məşhur belə deyək, xalq arasında çəkilmiş şəhərlə görülən bu məkana artıq turizm piyada yolu hazırdır və bütün ziyarətçiləri bu yay o yolu gəzməyə və şəlaləni ziyarət etməyə dəlir. Xarici investisiya olaraq hələ ki belə deyək, Şuşa şəhərinə yatırım olunub. Şuşa şəhərində aparılan investisiyanı, hazırlanan investisiyalarına biz sözsüz ki, xarici investorları görmək istərdik. Bu iş mən qeyd eləmişdim ki, biz turizm layihələrinin, infrastruktur materialların yaradılması üçün xarici məsləhətçilərlə hal-hazırda çox geniş iş aparılır və işin nəticəsi olaraq Şuşada müasir turizm və sanatoriya kurort, dünya səviyyəli sanatoriya kurort məkanların yaradılması üçün bu xüsusi sənəd işləri hazırlanır və onlar hazır olmaq kimi düşünürəm ki, xarici investorlar da tez bir zamanda Şuşaya yatırım edəcək.